Deyir lazerli printerin çap sürəti dəqiqədə 256 kilobayt təşkil edir. Bura kimi yazaq. Sürətin verib də bizə V-ni. Razısan? Kim soruşmuşdu? Aha. Murad, bax, sürətin verib ki, dəqiqədə 256 kilobayt. T-ni verib dəqiqə nədir? 1 dəqiqə, düzdür? 1 dəqiqə. S-i də verib 256 kilobayt. İndi S böl T ilə mən V-ni tapa bilərəm də. 256 kilobaytı bölünən 1 dəqiqəyə. Olur nə? 256 kilobayt bölünsün dəqiqə. Razısan? Bəli, mən. Yəni sürətim 256 kübü böl dəqiqdir. Bura kimi aydındır? Bəli, mən. Aha. Sonra davam eləyək. Görək nə deyir. Sürəti yazdım, saxladım orada. Deyir, 258 səhifədən ibarət olan sənədin ilk və son səhifəsində qrafik təsvir var. Digər səhifələrində də mətn var. Əla. Ümumi həcmi tapmaq üçün qrafik təsvirlərin həcmi ilə mətnlərin həcmini cəmləməliyəm. Düzdür? Bəli. Qrafik təsvirlərin həcmini necə tapıram? Qrafik təsvirin həcmi bayaq dediyimiz kimi piksellərin sayı vurulsun 1 pikselin həcmi ilə tapılır. Piksel sayım verib 2048 vurulsun 768. 2048 2 üstü 11'dir. 768-də necə yaza bilərik? 256 vurulsun 3 kimi yaza bilərik də. Bəli, mən. Aha. 3 vurulsun 2 üstü 8 kimi. Bu oldu biz için piksel sayı. Bir pikselin həcmini müəyyən eləməliyik indi. Deyir 192 rəng salarlı palitra ilə rənglənmişdir. 190, yəni bunun rəngləndiyi palitra da X adlı bir palitrada. 192 dənə rəng var imiş. Razısan? Bəli, mən. 192 fərqli vəziyyətdir də. 192 fərqli vəziyyəti kodlaşdırmaq üçün bizə neçə bit lazım olur? 8 bit. 8 bit. Səbəb nə idi? Yenə xatırladaq. Bax, 192 dənə fərqli vəziyyət. Biz bilirik ki, hər bit 2 fərqli vəziyyətdə ola bilir. 2-nin qüvvətləri ilə təyin olunur da. 192 2 üstü 7-dən böyüdü, 2 üstü 8-dən kiçikdir. Bizə minimum 8 bit lazımdır ki, 192 bunun üstünə sıxsın da. Düsturumuz var idi. 2 üstü x minus 1 kiçik deyindən, bu da kiçik bərabərdir 2 üstü x-dan. N'in yerində 192 dayanıbsa x-im 8 olacaq da. Aydın oldu Murad? Aydın deməli. Bəli, mən. Deməli bizdə 1 piksel 8 bitdir. Çünki rəngləndiyi palitrada 192 dənə fərqli rəng var. Piksellərin sayını tapdım. VPX da biz için 8 bit, 8 bitində 1 byte olduğunu bilirəm. Düzdür? Gəlin. Qrafik təsvirin həcmi 211 vur 208 oldu 219 3'e də vurdum 3 vur 219 1 byte'a da vurdum oldu 3 vurulsun 219 byte. Plus nəzərə alaq ki, deyir ki, sənədin ilk və son səhifəsində. Yəni bundan 2 dənə səhifədə var deyə bu 2-yə vura bilərəm də. Bəli, mən. Plus. İndi qaldı nə? Mətn. Mətnin həcmini necə tapırdıq? Simvolların sayı n simvol vurulsun v simvolundan, düzdür? Bəli. Simvolların sayını tapmaq üçün görüm nə deyir? Deyir, digər səhifələrin hər birində orta hesablı 64 sətir 32 simvol. Elə bir səhifədir. 64 dənə belə sətri var. Hər sətirdə də 32 dənə simvol var. Onda mən 32'yi 64'ə vurub ümumi səhifədəki simvol sayını taparam. Taparsın. 2 üstü 5 vurulsun 2 üstü 6. Yaxşı, bir səhifəni tapdım. Neçə dənə səhifə var? 258 dənə səhifədən 2 dənəsində şəkildir. 256 dənəsində, yəni 208 dənəsində mətn var da. Aydın deməli. Tapdım ümumi simvol sayını. Bəli. Əla. Qaldı nə? N simvolu tapdım. Qaldı V simvol. V simvol da deyir ki, Unicode-da kodlaşdırılıb da bu mətn. Əla. Unicode-da kodlaşdırıbsa bilirik ki, Unicode-da bir simvolun həcmi 2 byte'dir. ASCII-də 1 byte'dir. Və yaxud deyə bilərəm ASCII-də 8 bit, Unicode-da 16 bitdir. Vurdum bunu da 2 byte'a. Əla. Bərabərdir.
3 vur 220 byte. 220 byte. Plus neçə deyir? 11, 19. Bu da 220 byte. Düzü. 3 tane 220 plus 220 olacaq 4 tane 220 Bəli. byte. 4 də özü də 2 üstü 2-dir. 2 üstü 2-ni 2 üstü 20-yə vuranda olur 2 üstü 22 byte. İndi mənə də görün Murad, byte-dan kilobayta keçəndə nə etməliyəm? Bəli, bölməliyik. Neçə? Bəli, bölməliyik. 8 bitər. Yox. Bax, bir dənə təzədən. Bit, byte, kilobayt, megabayt, gigabayt. Bitdən bayta keçəndə 2 üstü 3-ə bölürəm. Baytdan kilobayta keçəndə 2 üstü 10-a, megabayt, kilobaytdan megabayta 2 üstü 10-a, megabaytdan gigabayta 2 üstü 10-a. Bir dənə bitlə bayt arasındakı şey 2 üstü 8-dir. Aydındır? Aydındır mənim. İndi məsələn mən bitdən kilobayta keçsəydim, 208 yox idi, daha doğrusu 203, yəni 8. Məsələn bitdən kilobayta keçsəydim, 203, 210, 213-ə böləcəkdim. Aydındır? Aydındır mənim. Əla. İndi baytdan keçirəm kilobayta, 210-a bölürəm, olur 212 kilobayt. Esimdir də bu, esi tapdım hə. Bəli. V də var idi da zaten əlimdə. 250, 208 kübü böl dəqiqə. 208 kübü böl dəqiqə. Əla. İndi S böl V ilə T-ni tapa bilərəm. Bəli. 212 kübünü bölürəm. 208 kübü bölünsün dəqiqə. Kilobayt da getdi. 208 ilə 212 getdi. Qaldı 204. Dəqiqə qalxır yuxarı. 204, 16. 16 dəqiqə. Bizdən nə soruşurdu? Elə neçə dəqiqəyə soruşur. Heç saniyəyə çevirməyə ehtiyac yoxdur. 16 dəqiqə. Aydın oldu? Aydındır mənim.